Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Konstitusiya və Suverenlik ili çərçivəsində Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi mövzusunda konfrans keçirib. Konfransda Azərbaycanda yaşayan etnik və dini azlıqların hüquqlarının, mədəniyyətlərinin qorunması və inkişafı ilə bağlı atılan addımlardan söhbət açılıb. Eyni zamanda mədəniyyətlər arası dialoq və əməkdaşlıq məsələlərini gündəmə gətirərək azsaylı xalqların və dini icmaların mədəni irsinin qorunmasına dəstək verildiyi də xüsusi vurğulanıb. Azərbaycanın həm zəfərində, həm dövlət quruluşunda, həm cəmiyyət quruluşunda çox mədəniyyətlilik, çox konfessiyalılıq əsas prinsiplərdən biri olaraq alınmışdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının qəbulu prosesində Konstitusiyamıza elə normaları daxil olunmasına nail olmuşdur ki, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycanda mövcud olan bütün dinlər sərbəst şəkildə mövcud ola bilsinlər, öz dillərini, öz adət-ənənələrini, öz inanclarını qoruyub saxlaya bilsinlər.